Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün Zəfər kurslarının 23 dekabr 2025-ci ilə keçirdiyi blok sınağının tarix fəndinə aid olan sualların izahatı ilə tanış edək. Suallarımıza keçid alaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Mənimsəmə təsərrüfatı mövcud olması baxırıq. Neolit, paleolit, enolit bunlar hər birində mənimsəmə mövcud olub. Çünki ovçuluq və yığıcılıq hər birində mövcuddur. İlk odla tanışdıq, paleolit dövrünə düşür. İnsanların ot hərəkətə keçməsi neolit dövrünə aiddir. İlk dəfə metaldan istifadə edilməsi enolit dövrünə aiddir. Ev heyvanların əhliləşdirilməsi isə Y5-ə düşür. Deməli, bir də C olur. Deməli, bir də C, 2-də B, bir də C, 2-də B. Burada görürük 2 dənə variantda. Sonra 3-də D, 4-də A, 5-də Y, deməli uyğun cavabımız Y variantında göstərilmişdir. Növbəti sualda Rəvadilər dövlətinin fərqli olaraq Salarilər dövləti və Rəvadilər dövlətinin müəyyən cəhətlərini soruşur. Əsasında Azərbaycan cənubunda qoyulması. Bu həm Rəvadilərə aiddir, həm də Salarilərə aiddir. Oxşar cəhət olduğu üçün götürmürük. Dərbəndə ələ keçirməsi Salarilərə aiddir. Bəli, bu fərqli cəhətdir. Samanlərlə mübarizə aparan isə Sacilər dövlətidir. Şəddadilər dövləti ilə fərqli olaraq deyir ki, Rəvadilər dövlətindən fərqli olaraq Şəddadilər dövləti 10-cu əsrin ikinci yarısında yaranması 981-də Rəvadilər, 971-də Şəddadilər dövləti olduğu üçün 10-cu əsrin ikinci yarısına düşür. Ona görə də biz burada ortaq olduğu üçün götürmürük. Oğuz tayfalarının məskunlaşması da hər ikisinə aid olduğu üçün götürmürük. Deməli, burada da C uyğundur. Bir də B, 2 də C, A variantı uyğun gəldi. Növbəti suala baxsaq, 33-cü sualda, deməli 32-yə baxdıq və 33-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Azərbaycan Sasaniya və Ərəb xilafət dövrünün oxşar cəhətlər, fərqli cəhətlər. Köçürmə siyasətin həyata keçirilməsi hər ikisinə aiddir. Siyahıya alınma hər ikisinə aiddir. Keçirilib, məsələn. Sonra ərazi inzibatiyyədən əmirliklə bölünməsi isə ərəblərə aiddir. Fərqli cəhətlər. Əhalidən can vergisi alınması. Yenə də burada can vergisi, gecik, cizyə, yəni ortaq cəhət olduğu üçün götürmürük. Vergilərin yığılması nəzarət edənlərin amil adlanması. Bu fərqli cəhətdir. Bu Ərəb xilafətindədir, fərqlidir. Orada qul edən xidmət müqabilində torpaqların verilməsi də ortaq olduğuna görə, məsələn, postaq və iqtah verilib. Ona görə də oxşar cəhətdir, ona görə götürmürük. Deməli, bir də AB, 2 də B variantı olur. Bir də AB, 2 də B variantı, yəni A variantında göstərilib. Növbəti sualda Babəkin ərəblərin aman istəməsindən təklif edilən oğluna cavabı sən mənim yoluma geçsəydin və öz sülaləninin varisi olsaydın, onda vərəsəlik sənə keçə bilərdi. Onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlum sayılırdın. Bəlkə də bu gündən sonra çox yaşamadım, amma mən hökmdar adını daşıyıram. Mən harda olsam, yaxud bayramda harda danışsalar, yenə də hökmdar olaraq qalıram. Sən mənim oğlum deyilsən, çünki 40 il miskin qul kimi ömür sürməkdənsə bugün ağa kimi yaşamaq daha yaxşıdır. Mətndən əsasən fəaliyyətini bəs olunan Xürrəmilər hərəkatının rəhbərinin Alban hökmündə Cavanşirlə ümumi cəhət müəyyən edin. Sasani ağalığına qarşı mübarizə aparması. Xeyr, bu Cavanşirə aiddir. Bu ortaq ola bilməz. Xəzərlərə qarşı mübarizə. Demək, Babək Xəzərlərə qarşı mübarizə aparmayıb, amma Cavanşir aparıb. Yadelli əsarətinə qarşı mübarizə doğrudur. Məsələn, ərəblərə qarşı mübarizə apara bilər. Ərəb əsarətinə qarşı mübarizə də uyğundur. Bir müddət Bizansdan müttəfiq kimi baxması da uyğundur. Deməli, 3, 4, 5 ortaq cavabımız B variantında göstərilib və 35-ci suala keçid alaq. Burada deyir ki, uyğunluğu müəyyən edin. Azərbaycan Əməvilər hakimiyyət dövründə Əməvilər siyasi tədbirlər, iqtisadi tədbirlər. Demək, siyasi tədbirlər Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması. Bəli, bu siyasi ola bilər, çünki bu dövlətin varlığına son qoyub, doğrudur bu. Xürrəmilər hərəkatının yatırılması Abbasilərə aiddir. Xəlifə Osmanın qoşunları tərəfindən üsyanının yatırılması. Bu da yanlışdır. Digər variant, iqtisadi tədbirlər. Can vergisi alınması doğrudur. Can vergisi gecit ancaq deyir burada. Cizyə idi, bu səhvdir. Əkilməyən torpaqlardan xərac alınmasının dayandırılması. Xərac alınmasının dayandırılması bu deməli 4 xəlifələr dövründədir, səhvdir. Alim sayı alınması doğrudur. Deməli, bir də A, 2 də C cavabı uyğundur. Burada da C variantında açıq şəkildə görə bilirik. Növbəti sualda deyir ki, daha gec baş vermişdir. Sasanilərin Atropatena ələ keçirilməsi
Deməli, Sasanilər Atropatena ələ keçməsi 227, Dizraf 371, Məzdək təlimi yayılmağa başlamaq 481, İkinci Vaçenin Sasanilərə qarşı mübarizəsi 457-463, Aqoin kilsə məclisi 488-ci ilə. Daha gec baş verən təbii ki, burada Aqoin kilsə məclisi, yəni 488-ci ilə Y variantı uyğun cavab olacaq. Növbəti suala keçid alaq. Deməli, bunu qeyd etdik. Növbəti sualda qeyd edirik ki, Eradan əvvəl baş vermiş Kür və Qanaq döyüşlərinə aid ümumi cəhət Alban qoşunları Padşah Kozis'in başçı. Padşah Kozis deyildi, bu səhvdir. Eradan 1-ci əsrin ikinci yarısında baş verib, səhvdir bu. 66-cı ildədir, 665-ci ildə. Almanların Qərbi Roma imperiyasının qoşunlarından bağlı. Qərbi Roma parçalanmamışdı. Buna görə götürmürük. Burada məlum məsələdir ki, Pompeyin rəhbərlik etdiyi Alman qoşunlarının toqquşması Romaların qələbəsi nəticələnməsi 4-5. Uyğun cavabımız D variantında göstərilib. 37-ci sualdır və 38-ci suala baxsaq, burada deyir ki, Sasanilər dövlətinin Salarilər dövləti ilə oxşar və Şəddadilər dövlətinin fərqli cəhətləri müəyyən edin. Sacilər dövlətinin Salarilərlə oxşar cəhət. Dövlətin eyni əsrdə yaranması. Eyni əsrdə yaranmayıb. Məsələn, Sacilər 9-dur, Salarilər 10-cu əsrdə, səhvdir. Samanilərə qarşı mübarizə də Sacilərə aiddir. Ərəblər tərəfindən süquta uğradılması, bunlar məsələn Sacilərin varlığı Salarilər süquta uğradı. Bu da heç oxşar cəhət deyil. Əvvəlcə Sacilərlə Salarilərin ortaq cəhətini tapsaq, məlum məsələdir. Paytaxtın Ərdəbil olması doğrudur. Məsələn, deyək ki, hər ikisində paytaxt Sacilər və Salarilərdə Ərdəbil, Marağa və Ərdəbil şəhərləri olub. Amma Şəddadilərdə paytaxt Gəncə idi. Ona görə də Y uyğun cavab olur. Növbəti suala baxsaq, 3-7-ci əsrdə Azərbaycan memarlıq abidələri sırasını tamamlayın. Çarapkert Ağdərə rayonunda yerləşir. Çarapkert. Deməli, bunu tamamlayın. Lerikdə Oğlanqala. Bunlar 3-7-ci əsrə aid olan memarlıq. Oğlanqala 9-11-ə aid olduğunu götürmürük. Sündü də 9-20-ci ilə aid olduğunu götürmürük. Deməli, Govurqala ilə Cavanşir qalası 3-4 C variantında göstərilib. Növbəti suala baxırıq. Xlodvikin xristianlığı qəbul etməklə təbii ki, öz hakimiyyətini möhkəmləndirmək istəyirdi. Ona uyğun olaraq burada B variantı uyğun cavabdır. Növbəti sualda Midiya hökmdarı Astiaqın hakimiyyət dövründə ordu yenidən təşkil edən İskitlərin döyüş taktikası mənimsənildi, səhvdir. Çünki Astiaqın dövründə ümumiyyətlə döyüşlər dayandırılmışdı. Aşura səhhətindən qarşı çıxaraq Manna ilə ittifaq yaradıldı. Yanlışdır. İmperiya çevrilməsi Kiyaksarın dövründədir. Zərdüşt kahinləri ilə yaxınlaşması. Doğru cavabımız D variantıdır. Zərdüşt kahinlərinin yaxınlaşması. Və növbəti 42-ci suala baxsaq. 42-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Atropatena dövlət hökmdarı Artabaz və Aryabarzan Kür sahilə döyüşdə Oroys olub, səhvdir bu. Həm də Albaniya hökmdarıdır. Deyək ki, Albaniya hökmdarı vuruşub Romalara qarşı. Romanın müttəfiqi Oktavianla diplomatik əlaqələrin saxlanması ola bilər, bəli, Artabazda aiddir. Aryabarzanı göndərmişdi. Fraspa tərəfindən Roma ordusunu məğlub edilməsi, bəli, düzdür. Fraspa eradan əvvəl 36-cı ildə. Aryabarzan eradan əvvəl 20-ci ildə Oktavian köməyi Atropatena hakimiyyətə gəlməsi. Eramızın 1-ci əsrin əvvəllərinə qədər deməli 1-ci əsrin əvvəllərinə qədər dövləti idarə etməsi doğrudur. Atropatenin sonuncu nümayəndəsi Aryabasdır. Deməli 1-də olur BC, BC 1-də olur. Deməli BC 2-də olur. Bir dəqiqə. Eramızın 1-ci əsrin əvvəllərinə qədər Aryabarzan, ondan sonra Aryabasdır. 1-ci əsrin əvvəllərinə qədər dövləti idarə etməsi. Bir də Romanın müttəfiq kimi Oktavianla diplomatik əlaqələrin yaradılması, Romanın mütləq hakimi Oktavianla əlaqələrin saxlanılması, Fraspa tərəfindən Roma ordusunun məğlub edilməsi. Düzdür, yəni bir də mütləq hakimi Oktavianla diplomatik, bir də BC olur, 2-də 20-ci əsr Oktavianla əlaqələr yaratması, 2-də C olan variant, bir də A olan variantlar, A olan variant. 2-də C olan variantları sıradan çıxarsaq, 1-də A, 2-də C olan variantları çıxarsaq, deməli, burada 2 variant qalır. 1-də C olur, 2-də AB, bura baxırıq. 1-də C, Fraspa, Romanın mütləq hakimi Oktavianla diplomatik əlaqələr yaradılıb.
Deməli, bir də B-ci olur. 2-də A. Əslində B də olmalıdır. 1-ci əsrin əvvəllərinə qədər dövləti idarə etməsi. Çünki Azərbaycan deməli 22-də hakimiyyətdə olub. Lakin burada nəsə sualda elə bir ki, yanlışlıq var. Burada AB olmalıdır. Burada bir variant çıxır. 43-cü sualda deyir ki, uyğunluğu müəyyən edin. Frankların Pati döyüşündə qalib gəlməsi, ərəblərin Avropadan sıxışdırılıb çıxarılması. Deməli, uyğunluğu müəyyən edin. Frankların Pati döyüşündə qalib gəlməsi, ərəblərin Avropadan sıxışdırılıb çıxarılması. Pati döyüşünə qələbə qazanması, ərəblərin Avropadan sıxışdırıb çıxarılması səhvdir. Yəni, bütövlükdə çıxarılmır, səhvdir bu. Yusif ibn Əbi Sazın həyata keçirdiyi uğurlu xarici siyasət, Gürcü qoşunlarını məğlub edib Kaxetiyanı ələ keçirməsi, bu doğrudur. Mosul hakiminin Ərdəbil şəhərini ələ keçirməsi, Bərdə əhalisinin köməyinə gələn Çalari hökmdarının geri dönməsi doğrudur. Sultan Toğrulunun Azərbaycana yürüşü, Təbriz şəhərinin tutulması. Azərbaycana yürüşü, Təbriz şəhərinin tutulması. Sultan idi, bəli. Təbriz şəhərinin tutulması 1054-də. Üçüncü fəsil Səlcuq dövlətinin münasibətlərinin kəskinləşməsi, Sultan Alparslanın Şəddadilər dövlətinin varlığına son qoyulması. Üçüncü fəzilin Alparslan dövründə Məlik Şahın dövründədir. Burada 1 ilə 5-i çıxsaq, deməli uyğun cavabımız 2 ilə 4 alınır. Amma burada deməli 2, 3, 4 də ola bilərdi. 2, 3 yoxdur deyirsiniz cavabı. Deməli 1 ilə 5-i çıxsaq, məlum məsələdir ki, burada 2 ilə 4 uyğun cavab olur. B variantında göstərilib. Növbəti 43-də baxdıq və deməli 44-cü suala baxsaq, 44-cü sualda burada qeyd edilir ki, Azərbaycanda xərac və cizyə ifadələri xərac və cizyə Ərəb xilafəti dövründədir. Yəni burada D variantı uyğun cavab olur. Sarsaqlar üsyanından fərqli olaraq Kürşad üsyanı, milli azadlıq xarakteri daşıyırdı. Sarsaqlar üsyanı Çinin daxilində baş verib. Kürşad üsyanı isə milli azadlıq əslində üsyandan fərqli olaraq elə Kürşad üsyanı milli azadlıq xarakteri daşıyırdı. A variantı doğrudur. Xan sülaləsi dövründə baş verməyib bu sarsaqlar üsyanıdır. Deməli, Kürşad üsyanı məğlubiyyətlə nəticələnməsi hər ikisi məğlubiyyətlə nəticələnib. Çində feodalizm meydana gəlməsinə təsir edən sarsaqlar üsyanıdır. Göytüklərin Çin əsarətindən xilas etməsi Kürşad üsyanıdır. Göytüklərin Çin əsarətindən milli azadlıq xarakteri daşıması. Deməli, göytüklərin Çin əsarətindən xilas edilməsi. Göytürklərin. Deməli, Kürşad üsyanı Çin əsarətindən xilas edilməsi səhvdir. Xilas edilmir. Buna görə də elə A variantıdır. Bu İltəris xaqanı dövründə baş verib. Növbəti sualda baxsaq, 46-cı sualda burada qeyd edilir ki, uyğunluğu müəyyən edin. Qədim Yunanistan və Sparta. Afina strateqlərin seçilməsi düzdür 6-cı əsrdən Parfenon məbədini götürə bilərik. Panteon səhvdir. Romaya aiddir. Spartaya aid hərb sənətinin daha üstünlüyü verilməsi, Drakon qanları Yunanistana aiddir. Gizə ehramları da Misirə aiddir. Deməli, burada uyğun cavabımız olur AB və A. Deməli, 1-də olur AB, 2-də A, Y variantında göstərilib. Növbəti suala baxsaq, 1-ci Göytürk xaqanlığına aiddir. Ərəblər tərəfindən süquta uğradılması xeyir. Yanlışdır. 1-ci Göytürk 588-də parçalanır. 6-cı əsrin ortalarında yaranması doğrudur. 552. Hökmdarın arşının soyuna mənsub olması doğrudur. Maniçiliyi təbliğ etməyiblər. Tan sürülərəsinin müəyyən edilməsi səhv deməli. 2-nin 3 uyğun cavabımız Y variantında verilmişdir. 47-yə baxdıq və 48-ci suala baxsaq. Burada 48-də deyir ki, Afinada Solon islahatının deməli, keçirilməsinin səbəbi nə idi? Quldarlığın ləğv edilməsi yanlışdır. Demosdan aristokratlar arasında ziddiyyəti aradan götürməkdir. Siyasi ziddiyyətin kəskinləşməsidir. Yəni, uyğun cavabımız C variantında verilib. Vətəndaşlıq hüququ o sonraki dövrlərdədir. Deməli, bütün qulların bu siyasi ziddiyyətlərin kəskinləşməsidir. Burada C variantıdır. 49-cu Eyler-Venn diaqramı əsasına uyğun bəndi müəyyən edin. Qədim Roma imperiyasının sərhədlərinin bərpa etməyə çalışması, Böyük Karla Justinianı, Qədim Roma imperiyasının sərhədi bu Justiniana aiddir. Deməli, A. Avar xaqanlığına qarşı amansız qəddar müharibə aparması, Avar Bey, deməli, Böyük Karla aiddir. Sasanilərlə sülh müqaviləsi bağlayan Justinian idi. Deməli, İspaniyada müsəlman ərəblərə qarşı mübarizə aparan Böyük Karldır.
Erkən feodalizm dövründə hakimiyyətdə olmaları. Erkən feodalizm dövründə bu isə ortaq cəhətdir. Erkən feodalizm dövründə. Deməli, 1-də olur BD, 2-də olur AC, 3-də olur Y. BD, AC, Y, B variantında göstərilib. 49-a baxdıq və 50-ci suala baxırıq. Albaniya dövlətinin 5-ci əsr tarixinə aid deyil. Albaniya yazısı Astrogenin dövründə Sasanilərin hakimiyyəti qarşısında 2-ci Vaçenin dövründə olmuşdu. Haylandır Hunları 462 aiddir. Müəmmədə Sasani mərzbanlar tərəfindən idarə olunması 463-dən başlayır. 487-yə qədər bu da aiddir. İlk xristian icmalarının yaranması. Yanlış cavabımız Y variantıdır. Daha əvvəl baş vermişdir. Yunanistanda ilk Olimpiya oyunlarının keçirilməsi eradan əvvəl 776, Roma şəhərinin salınması 753, Solon 594, eradan əvvəl 594, Roma Karfagen arasında pul müharibələrinin bitməsi 146, Afina Sparta müharibəsinin başlanması 431. Deməli, daha əvvəl baş verən burada Yunanistanda Olimpiya oyunlarının keçirilməsidir. Deməli, 776-cı ildə A variantı uyğun cavab olur. Növbəti suala baxsaq, 51-ə baxdıq və 52-ci suala baxsaq. 52-ci sualda qeyd edilir ki, 8-ci əsr Azərbaycan tarixinə aiddir. Dəbil Əmirliyi 951-də yaranıb, yanlışdır. Rəvadilər dövlətinin yaranması 910-cu əsrə aiddir. Beyləqanda müsafirin başçılığı üsyan 748-52-ci ildə aid olduğuna görə elə bu deməli 8-ci əsrə aid olan C variantıdır. Dərbənd Əmirliyi 9-cu əsrdə yaranıb, Şəki hakimliyi də 9-cu əsrə aid. Deməli C uyğundur. 53-cü sualda xronoloji ardıcılığı tamamlayın. Albaniyada uzunmüddətli mərzbanlıq dövrünün başlanması uzunmüddətli oldu 3-cü Mehmet Vaçaqanın ölümündən sonra, yəni 510. Xürrəmlər hərəkatının yatırılması 838. Ərəb canişini iqamətgah mərkəzi Dəbildən Bərdəyə köçürülməsi. Dəbildən Bərdəyə köçürülüb 8-ci əsrin əvvəllərində, yəni 705-də. Sasani dövlətinin varlığına son qüvvəsi 651-ci ilə aiddir. Deməli, burada olur 1, 4, 3, 2. 1, 4, 3, 2 olur cavab. Yəni, diqqətlə baxsaq, bəli, 1, 4, 3, 2 doğru cavabdır. Növbəti suala baxsaq, deməli, 9-cu əsrin 60-cı illərin sonlarında xilafətin mərkəzi ölkələrin qiyamından istifadə edir. Haşimlər sülaləsinin idarə etdiyi başladı. Əmirlik mərkəzi Dərbənddir. Dərbəndə 5 rəqəmi idi. Burada doğru 5 rəqəmi göstərmiş ərazi. 55-ə baxaq. 55-ə. Deməli, burada qeyd edilir ki, uyğunluğu müəyyən edin. Daxili çəkişmələr feodal dağınlığı, Qaraxanlı dövlət kere parçalanması doğrudur. 1042-də. Attilanın Xəzər xaqanlığına yürüşür. Xəzər xaqanlığı Attilanın dövründə mövcud olmuyor. Sonra 6-cı əsrin 50-ci illər Bumın xaqanın Jüranlara qarşı müharibə, Bumın xaqanın deyir, Göytürk dövlətinin yaranması. Onun xaqan titulunu sonradan qəbul edir. Xürrəmlər üsyanının baş verməsi, Sasanilər dövlətinin süqut etməsi, Xürrəmlərlə Sasanilər dövlətinin süqut etməsinin heç bir əlaqəsi yoxdur. Qırmızı qaşlar üsyanının Çində Sin sülaləsinin hakimiyyətinin mərhum edilməsi. Sind Elxandır burada. Bir də burada qalır. Deməli, 6-cı əsrdə Bumın xaqanın Jüranlar xaqan titulunu sonradan qəbul etmişdi. Bunu doğru ona görə götürmədik. Ona görə də bu digər variantlara baxanda 2. Attilanın Xəzər xaqanlığı Attilanın dövründə mövcud deyildi. Xürrəmlər üsyanının Sasanilərlə heç bir əlaqəsi yoxdur. Qırmızı qaşlar üsyanının Xan sülaləsinə qarşı baş verir. Deməli, burada da 1 ilə 3 uyğun oldu. 56-cı sualda baxırıq. Cədvəldə hansı hadisələrin sırasının yerləri dəyişsə, verilmiş bütün hadisələrin düzgün xronoloji ardıcılığı alınır. Katalan 451, Xəzər xaqanın süqutu 965, Uyğur dövlətinin yaranması 744, Qərbi Hun dövlətinin süqutu Qərbi Hun 470, Qəznəvilər dövlətinin süqutu isə 1187. Burada görürük ki, 4 ilə deməli 2-nin yeri dəyişsə, 2 ilə 4-ün yeri dəyişsə, düzgün xronoloji ardıcılıq alınır. Bu da olur 2 və 4-ün yerini dəyişsək. 57-ci suala baxsaq, 1-ci Göytürk və 2-ci Göytürk. Türk adını daşıyan dövlət adını qəbul etməsi ilk dəfə olaraq 1-ci Göytürkə aiddir. Deməli, Türk rəsmi dövlət adı olaraq qəbul edilir. İlk dəfə deyir, 1-ci Göytürkə aiddir. Çinlə mübarizə hər ikisinə aiddir. Məsələn, Qapağan xaqan, Muğan xaqan.
Eltəris xaqanın xanın Çinə qarşı üsyan nəticəsində yaranması ikinci Göytürkə aiddir. Bizansla diplomatik münasibətləri qurub, deməli, birinci Göytürkə aiddir. Ötken şəhəri hər iki dövlətin paytaxtı olub. Deməli, bir də AD, 2-də BY, 3-də isə C variantı uyğun olur. 57-ci sualda və 58-ci suala baxsaq, burada deyir ki, təqdim olmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edib cavab vərəqinə köçürün. Kapuyadan göndərilmiş hərbi dəstəni məğlub edərək silah əldə etdilər. Üsyançılar Vezuva dağını məskən saldı. Roma qoşunu Vezuva dağını mühasirə alaraq qaydan düşən yeganə cığırış tutdu. Bu zaman bunlar üzüm tənələrinə nərdivan hörüb, gecə qayadan aşağı enərək qəflətən Romalılar üzərinə hücum etdilər, onları öldürdülər. Bəs olan üsyanın baş vermə tarixi bu Spartak üsyanından söhbət gedir. Eradan əvvəl 74-də baş verib, 74, eradan əvvəl 71 götürə bilərik. Mənbədə bəhs olunan üsyanın baş vermə səbəbini müəyyən edin. Təbii ki, o dövrdə qulları çox ağır əməklə, deməli, onları bir-birinə vuruşmağa məcbur edirlər, onlara zülm edirlər və ona görə də təbii ki, quldarlığa qarşı baş vermiş üsyan idi. Bunun səbəbləri bundan ibarətdir. Sonra da mənbədə bəhs olunan üsyanın ən azı iki nəticəsini müəyyən edin. Nəticəsi oldu ki, deməli, Kras və Pompey üsyanı yatırdılar və Spartakı deməli, son nəfəsinə qədər vuruşur və nəticədə öldürülür və üsyançıları çarmıxa çəkirlər. Yəni, bunun nəticəsi müxtəlif formada nəticələr yazmaq olar. Diqqətiniz üçün təşəkkür edirik.